möhtəşəm bir... Sənin üçün bu günləri nə tapmışam? 1000 kvadratlıq obyekt. Da burada olmayan heç nə yoxdur. İçində ev. Qiymət də şok bir rəqəm. Obyektin də sənəti özəldir, evin də ayrı-ayrılıqda. Turan, təcili satıra, çox təcilidir. Variantıdır. Əsl ömürlük çörək də. Bəli. Alırsan, evdə yaşayırsan, obyekti də verirsən, qulağının dibində əlin, rahat Özəki qəşəng rəqəm çıxardırsan, hamısını opşuluqda versən, 7000-ə yaxın pul alırsan ayda. Deməli, belə burada İnşallah birinci buradan başlayaq. İnternet yeri, oyun yeri. İnşallah götür buranı. Şəhərə gedən marşrut xəttləri tam olaraq obyektin qarşısından keçir. Demək buradan çıxaq. Keçək hara? Bura nədir? Burada belə meyvə-tərəvəz yeridir. Bura meyvə-tərəvəz yeridir. Polkalar da hazırlanır, veriləcək halində. Bəli. Dostlar, növbəti yerimiz market. Bu marketdə sahilə ən tanınmış bir marketdir. Bir dənə onu da göstər. Bir daha təkrar eləyək ki, obyektin də ayrılıqda sənəti var, evin də. Yəni, tam olaraq standartlara uyğundur, hamısı varıdır. Obyektin də kvadratı maşallah genişdir. Buradan evə qapı da var. Keçək inşallah. 140-dan çox olar obyektin kvadratı. Çox olar ki, 200-ə yaxın olar. 200 kvadrat sahibi dedi. Hətta bunu tanınmış marketlərdə istəyir, şirkətlər də istəyir. Aptek də, tezliklə aptek də olacaq burada. Burada da belə ət dükanıdır. Bu ikinci mərtəbə qalxan ərazidir. Demək, burada ət dükanımız da var. Gözəllik salonudur, arendaya verilir. Burada gözəllik salonu da var. Keçirik ikinci mərtəbəsinə. Stop. Dostlar, keçirik hara ikinci mərtəbəmizə. Göstərik Sahilə. Ağda geyinibsən. Sənə don yaraşır, ağ da yaraşır. Bura güləş zalıdır. Bu da bizim idman zalı. Möhtəşəm, trenajör zalı. Trenajör zalımız. Bu da icarədədir. Burada sanitar qovşağıdır. Burada bizim tədris mərkəzidir. Bu da icarədədir. Qiymətə görə şok. Bəli. Hamısı da monolit betondur. Bir daha təkrar eləyim. Hamısının sənədləri tam olaraq obyektinki də ayrıdır, evinki də ayrıdır, otaqlardır. Göstər. Burada da belə otağımız var. Çox gözəl, çox gözəl. Burada otaqdır. Hamısı işlək vəziyyətdədir. Bəli, bəli, bəli. Buranı da götür. Bəli. Eynən otaqlardır. Bu yəqin ki, müdir otağıdır. Müdir olmadığına görə bilmirəm, müdir otağı nətər olur. Bu da bizim növbəti. So. Marketimizin sklad hissəsidir. O belə geniş. Çox genişdir. Bir daha təkrar eləyək ki, tanınmış şirkətlər ki var, Oba, Araz, bir neçəsi də hamısı istəyir buranı icarəyə sahilə. Yəni bura çox mərkəzi yerdədir. Burada evimizin həyətidir. Evimizin də darvazası da ayrıdır, giriş ayrı, dükandan tam olaraq ayrıdır. Orada belə bir yerimiz var. Qapı buradandır. Evimizin darvazasıdır, girişidir. Özünə çəkərsən. Gözəlsən, əxi. Manqalxananı da götür, oranı da götür. Evin 200 kvadratdır. Demək, 6 sot evdir, 6 sot obyekti. Ümumilikdə 12 sotdur. Keçək buranı da göstərək. Belə bağı, bağçası ərazi olaraq çox hündür bir yerdədir. Qətiyyən su basan, nəm olmayan bir ərazidir. Nə də əkirsən, görürsən də məlumdur. Orada parnik olub yəqin. Bəli. Limonlara görə. Burada kombi otağı. Kombi banka yeri. Əsasən görkəsmə. Limonu da. Hər şey var, maşallah olsun. Ev sahibi həm market işlədib, həm də bir belə bağ saxlayıb, halaldır. Buyur.
Bir daha Keçək təkrar evimizə. eləyək dostlar. İcarəyə versin. Dayandırıbsan əxi? Ünvanı deyək ki, əsas məsələ. Hə. Savalanda ən hündür yerində marşrut asfalt xəttinə bir Düz 200 obyektin metr. qarşısından, yox, düz obyektin qabağından şəhərə Ana yola. marşrut xətti gedir. Bəli, Opşu Maşdağa, Savalan yoluna da aramız 300 metr məsafədir. Amma bura çox ideal bir ərazidir. Əhalinin kütləvi yaşadığı bir yerdir. Hə, demək buranı çəkdik. Belə mətbəxti də götür. Hə, demək burası mətbəx. Mətbəxdən zala qapı da var. Belə götürək. Əlavə koridordan da var. Çox böyük, geniş evdə turan. Qoşa divarda betondur. Gəl inşallah buranı da götür. Evin kvadratı olar bir 250. 200 metr bə. Demək, 200 kvadrat. sanitar qovşağından hamam əxi ayrı-ayrılıqdadır. Koridoru görürsən maşallah genişdir. Üst dənə də geniş, demək bu uşaq otağıdır, bu da genişdir. Üst dənə də yataq otağından ibarətdir. Bu otaq bütöv deyərəm. Yataq otağı zalından genişdir, qonaq otağından. Bunu da göstərdiniz bayaqları. Bu da bizim qonaq otağı. İndi keçək nəyə? Qiymətə əslib ilə. Qiymət 1 milyon 100 min manat. Təcili satılır, əlim yandı. Kim istəsə əlaqə saxlasın. Turanla, mənlə 050 756 0047. Buyur sən də. Dostlar, əsas odur ki, 1 milyon 100 min manatı verirsən, kupcalı, pad obyekt, həm evin olur, həm obyektin olur. Bir ömür boyda gəlirin olur. Ən az ayda 7 min manat gəlir qazanırsan. Takibat frey yazın.